Allah səni var eləsin. İndi bax burada qardaşım, nə bilim 4 dənə balışdır, sonra pərdələrdir. Bu da ki öz əllərimlə bişirdiyim varenədir. Bax, əncil mürəbbəsi axşam yeyərsən. Elə qoy bunları da görsədim deyirəm. Hə, əzizim, inşallah Allah var eləsin. Allah səni bəxtəvər eləsin. Bacı ilə mən danışdım. Bunu öz səhifəndə də paylaşacaqsan. Paylaşmışam, qoymuşam. Hə, qoymuşsan lap yaxşı. Wi-Fi var işte. Wi-Fi var, amma mən Wi-Fi-dan başım çıxmır da. İndi skrin eləyərəm, atacağım sənə. Səbil ol. Bir dənə də durdun ayağı, mən sənə duruzmam, özün deyədim. Sən bir dənə Allaha dua elə. Mən bunun krediti 200 manat qalıb. Mən o krediti verim, bir kartımı bağlayayım, Allah mənə iş yedirsə, mən özüm bir dənə kreditlə götürüm, bunu gəlib verəcəyəm sənə. Tamam, inşallah. İndi 5 günə də ola bilər, 10 günə də ola bilər, 15 günə də ola. Mənə bir dənəsini hədiyyə eləmişlər. O xarab oldu, o Qazi ailəsinə getdi. Bax, and olsun Allah nömrəsini verə bilər, Məştəqiyə göndərdi. Yox, bırak edə, xarab oldu, o baraban deyirlər, nə deyirlər, 150 manat. Onu da düzəltdilər özləri, apardı. Bunu əziz qonşum, eşq olsun gəncəllərə. Bax, baba qapı qonşu, 100 manat vermişəm, 200 manat qalıb. 50-50'ye. İnşallah bir dənə 2-3 dənə problemim var. Alacaqlarına birinə 250 manat alacağam, birinə 100 manat alacağam. Elə. İnşallah işim oldu. Bir dənə iş deyiblər mənə. O qədər mənə yalandan işlərdi ki. Ay sənə 15 günə iş verəcəm. Ay 200 manat kartıma pul alacağam. Bu zarı çıxan qızsan. Bilməm zarda üzündə nə yazılıb. Bu zarımın qadasını alır. Orada ürəyiniz də gedir. Gördüm sizi. Allah kömək olsun. Kaş qardaşım mən görə, hə? Yox, anamın viran qəbirində tapdım. Ayın 8-i anamın il dönümündə Qusara. Dəxlar bax. Hə, qardaşım kaş o ATV-yə gəlməyəydi. Özünü biabır eləməyəydi. Məni görüb gözləri ilə mənim ürəyim ağrıdı. Bu əziz bayramda mənim uşağımın gözü qapıda qaldı. Bu Novqotda. Bu yanvarda gəlmədi. 61 yaşı var. Allah canını sağlasın. Mən kasıbda olsam bunlar var. Mərdanə. Onu demək istəyirəm ki, Allah heç bir qadını sahibsiz eləməsin. Çox danışdım. Niyə bir ehtiyacım var? Söylə. Yox, bundan bu yana nəyə ehtiyacım var? İzləyicilərimə söylə. Mənə ehtiyacım elə bil ki, bu gözəl insanlardan xahiş edirəm sizdən. Yox, məndən yox, izləyicilərindən. Mənim ailəmi çox adam da pis kimi tanıyır, amma xeyr. Pisi qoy bir qağı, mənə də pis kimi tanıyırlar. Ağzıma, mən şeir yazmışam ki, ağzıma çörək verdiyim insan zəhər qatdı, mənim istəkanıma içirtdi məni. Boş ver, o deyilənlər olacaq. Sadəcə sən ayaqsa durma bacarırsan, qurulu bir kesin yanında sındırma. Mənliyi sındırma, amma onu demək istəyirəm sənə, o qızdan mığıyat ol. Eşidən biləm ki, sən o qızın başına bir kes yolu, məni gör qabağında, bir dənə cövlanələrəm. Sən bizə atmayaq. Hə, yox, mən sizə atmaram imkan daxilində. Yenə izləyicilərimə. Buna görə yox. Yox, narahat olma. Mən gəlib deyəcəyəm sənə. Qala şoferimizdən də razı olsun. Bir dəqiqə zəhmət olmasa, bir gözəl şoferimiz bu dəqiqə maşınla gətirib bunu apacaq. And olsun Allaha. Dədəmin qapısına geçsəydim ki, bir cəfaf çörək verirəm. Çəkib yorğan arvadının yanında yatıb deyərdi ki, dengi netu, ya zavtara ya postu zavtara. Eləməzdi. Halal olsun bunu doğan anıya ki, durdu bu günləri, gəldi, bu əziyyət çəkdi. Allah vəzir, bir dənə nömrəni de, inşallah dəstək olacaq sənə. Nömrə. Gözəl xalqından, Azərbaycan xalqından. Gözəl xalqından dəstək istəyir. Bu danışa bilmir, danışa bilmir. Mən öz nömrəmi qoyuram, kim gücünə çatır. Qoyuram, yox, öz nömrəmi deyirəm. 055, aha, 656, aha, 68, 63. Hə, əziz, məni sevənlər, arzu sevənlər, lətafət sevənlər, adın Ramin oldu da. Bəli. Hə, Ramin qardaşa dəstək olun. Bu Ramin kimdir? Elgiz müəllimini salamlayıram burada. Elgiz müəllimin verilişinə çıxan, yoldaşımın adı nədir xanımın? Alisa xanımın həyat yoldaşıdır. Mən isə Arzu, dünyası, çaramparam, həyatda özü gülməyən, gözü qapıda qalan. Bax, dedim sənə, bir gün eşitsən ki, həyatda yoxam. Dəstək oldu, bugünkü gündə, çətin gündə. Arzu sənə dəstək olmadı. Mənə dəstək oldu. Allah vacib. Vallahi mənə onu heç bir necə vermir. Arzuya dəstək olurlar. İndi bəyənlər uşaqlar deyir ki, sənin özünə dəstək lazımdır. Onu bir xanım verib. Balışı bax burada qonşum var, Qazi anası da o verir. Mən nə edirəm?
Sağ olsun. Bundan bir yana ərə gedəsi deyirəm. Hələ qızı oxuyası, o da ki özü Allah bilər. xoşbəxt Yenə də dedim, sözümdəyəm. Allah qoysa, biraz işlərim var, yoluna qoyum. Bir kartım var, əməliyyatdan çıxmışam. İnşallah işim olsun. Birinci maaşımda demək olar ki, Allah qoysa, zəng edəcəm sənə ki, gəl götür apar, özüm üçün gəlib kreditlə götürmüşəm. İnşallah bu balaca bir əşyanı məndən qəbul elə. Yaxşı olar. Keçin əyləşin. Allah var. Bu balaca əşya mənim üçün bir böyük. Sağ ol. Allah var etsin. Narazılığınız yoxdur ki məndən. Mən jurnalistikam tanışım, mən Arzuxanam. Həri. Universitet oxumuşam. Hə. Mən danışıram, prosta adam həyatını keçir. Həyəcan zad keçirmə. Sən bu günləri 2-ci Zabratda qonaqsan. Eşq olsun Zabrat əhlimə. İnşallah ki biz Zabratımın dəyərli hacısı, məşədçisi çıxar. Sənə 2 sot torpaq da verər, ev də verər. Zabratımda elə oğlanlarımız var. Çünki mən Zabratımla fərqliyəm. 36 Zabratın çörəyi yemişəm. Qanımda qusarın qanı var. Mən Bəxra İlkin qardaşla dedim. Bəli. Allah olsun Rəbbimə, Allah bizi bu dünyaya gətiribsə, gözü tox gətirib. Bəli, bəli. Mənim gözüm heç nə deyil. Bir dənə otağım olsun. Yoldaşımla Kaş 2 otağım olaydı. Kaş 2 otağım olaydı. Yox ha. Kaş bir dənə evim olaydı. Vallahi billahi səni təmənnasız saxlamağa hazıram. Allah var eləsin. İzləyicilərimə də salamlar. Çoxlu, çoxlu.